Yaxşı, sənə Məhəmməd peyğəmbərin adını qoyublar. Bəli, Valideynlərin bu adı qoyub. bəli. Valideynlərin müsəlmandır. Hə. Elhamdülillah. Bəs onlar sənin haqqında Hə? nə fikirdədirlər? Sənin haqqında hansı Məni fikirdədirlər? maraqlandırmır. Valideynlərin səni maraqlandırmır? Yox. Sən necə adamsan? Belə şeylər sənin əxlaqi dəyərlərindir. Deməli, valideynlərə hörmət etmək mənim əxlaqi dəyərlərimdir. Mən əslində bununla elə fəxr edirəm, əlhəmdülillah. Əlhəmdülillah İslam dininə görə. Çünki ateist olanda bax axırı belə olur. Öz valideynlərini də inkar edirsən. Sən ümumiyyətlə hər hansı əxlaqi dəyərlərə inanırsan? Hansılara? Açıqdan düşünmək. Doğrunu danışmaq. Sən niyə mənim verdiyim suallardan qaçırsan? Mən sənin suallarına cavab verdim, amma sən ortaya heç Sən bir mənim dəyər suallarıma qoymadın. cavab vermirsən. Sən doğrunu danışmaq adlanan əxlaqi dəyərə inanırsan? Sənin verdiyin suallara cavab vermək istəmirəm. Mən elə bilirdim mən bura gələcəm, sənə bəzi suallar verəcəm və sən onları cavablandıracaqsan. Sən isə suallarıma sualla qarşılıq verirsən. Misal üçün mənim niyə İslamı tərk etməyimə reaksiyalar verirsən. Mənim verdiyim suallar səni narahat edirsə, Mən heç narahat olan adam oxşayıram. Yox. çünki sən cavab vermək istəmirsən. Mənə qulaq as. Mənim üçün istənilən adam danışmaq problem deyil. Müsəlman olsun, qeyri-müsəlman olsun, ateist, fərq eləmir. Amma bu söhbətlərdə bir prinsipi üstün tuturam. Əgər bir iddia irəli sürürəmsə, sən hər halda videolarımı görmüsən. Videolarımı görməmisən? Dava Wise kanalında mənim videolarıma bax, başqa kanallarda da var. Mən kiməsə sual verəndə və ya kimsə iddia irəli sürəndə onlardan həmişə dəlil təqdim etməyi tələb edirəm. Çünki hər yoldan keçən ürəyi istədiyi iddianı irəli sürə bilər. Niyə sənə inanmalıyam? Mənə heç inanmadı. Sən danışdın, qoy mən bitirim. Qoy Yaxşı. bitirim. Eyni şeyi də səndən gözləyirəm. Mən hansısa iddia ortaya atanda bunu əsaslandıran dəlil təqdim edirəm. Məsələn, xristianla mübahisə edəndə ona Bibliyadan dəlil gətirirəm. Daha öncə burada olan hindusla söhbət edəndə ona öz dini kitablarından suallar verirəm. Ona görə dəlil tələb etmək mənim prinsipimdir. Yox, əgər sən bu prinsipi əməl etməyəcəksənsə, onda vaxtımı niyə boşa itirim? Bir şey deyə bilərəm. Bir iddia səsləndirəcəksənsə, bunun üçün dəlilinin olduğuna əmin ola Yaxşı. bilər. Yaxşı, şükür Allaha. Mən bura gəldim, məndən soruşdun, İslamı niyə tərk etmişəm? Mən sənə elə əvvəldən dedim ki, bu suala cavab vermək istəmirəm. Sənsə məni ona cavab verməyə vadar etmək istəyirsən. Səni məcbur etmirəm. Səni məcbur edən olub. İndi sən öz prinsipinə xilaf çıxırsan. Mənim prinsipim nə idi? Dəlil təqdim etmək. Səndən də elə dəlil Sözümü gözləyirəm. kəsirsən. İndi qoy mən danışım. Qoy danışım. Yaxşı, danış, amma məntiqlə. Yaxşı, hesab elə ki, bura gəlmişəm, heç bir iddia da səsləndirməmişəm. Hesab elə uşağam, sadəcə İslamı anlamağa çalışıram. Təsəvvür elə bu niyyətlə gəlmişəm bura. Bura niyə ateist olduğumu, niyə keçmiş müsəlman olduğumu və ya Quranın niyə yaradanın kəlamı olmadığını izah etməyə gəlməmişəm. Sən mənə sübut elə, niyə Quranı yaradan nazil edib? Yaxşı, sən İslamın niyə haqq olduğunu bilmək istəyirsən? Düzdür? Bəli. İlk öncə hər hansı dini müzakirə etməzdən qabaq biz müzakirəyə yaradandan başlayırıq. Mənim